Kosmik Tədqiqatlar İnstitutunun Sırrı Günəş Astronomiya Laboratoriyası və Rusiya Elmlər Akademiyasının Günəş Yer Fizikası İnstitutu SZIP bu il yerə yönəlmiş ən böyük kütləvi emissiyanın qeydə alındığını açıqlayıb. Qısa xəbər. Azinterfax-a istinadən xəbər verir ki, laboratoriyanın bəyanatında bildirilib ki, bu gecə Günəşdə qeydə alınan 2 səviyyəli güclü partlayış nəticəsində yer istiqamətində böyük miqdarda günəş maddəsi atılıb. Hadisə Bakı vaxtı ilə saat 4:05-də Günəşin 4100 sayılı aktiv ərazisində baş verib. Alimlərin sözlərinə görə bu ərazi Günəşin görünən diskinin tam mərkəzində, yəni Günəş yer oxunun üzərində yerləşdiyindən Günəş maddəsinin birbaşa yerə çatma ehtimalı çox yüksəkdir. Mütəxəssislər xəbərdarlıq ediblər ki, Günəşdən ayrılan plazma kütləsi sabah 1 iyun tarixində Bakı vaxtı ilə axşam saatlarında yerə çata bilər. Bu, bir sıra geomaqnit pozuntularına, o cümlədən 4 səviyyəsinə qədər yüksələn maqnit qasırğalarına səbəb ola bilər. Qeyd edək ki, 2024-cü ilin mayında baş verən oxşar hadisələr nəticəsində ən yüksək 5 səviyyəli maqnit qasırğaları qeydə alınmışdı. Bu dəfəki emissiyanın gücü bir qədər zəif olsa da, yenə də yerüstü rabitə peyk sistemləri və energetika şəbəkələri üçün risklər doğura bilər. İlm adamları əhaliyə tövsiyə ediblər ki, xüsusilə ürək, damar və xroniki xəstəlikləri olan şəxslər bu günlərdə öz səhhətinə daha diqqətli yanaşsınlar.